Yeni il işıqları miqrenə səbəb ola və görmə qabiliyyətini zəiflədə bilər. Gündəm xəbərinin efirində 22 dekabr tarixdə və bir qısa məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, işıqların sürətlə yanıb sönməsi göz narahatlığı yaradır. Hətta sabit işıq kimi qəbul edilən yüksək tezlikli titrəmələr belə kontrast həssaslığını artırır və baş ağrılarına, eyni zamanda ürək bulanmasına səbəb ola bilər. Yeni il tətillərində insanlar tez-tez gözlərində quruluq və yanma hissindən, eləcə də bulanıq görmədən və başqa fəsadlardan da şikayətlənirlər. Bu qaranlıq otaqla kiçik parlaq işıqdan fərqli tezlikləri və rəngləri ucbatından yaranır deyə məlumatda bildirilir. Bununla bağlı məhz həkimlərin xüsusi bir xəbərdarlığı var. Həkimlər xəbərdarlıq edirlər ki, məhz yeni il işıqları epilepsiya və miqreni olan insanlarda qıc olmalara səbəb ola bilər. Odur ki, diqqətli olmaqda fayda var.